Şamus Bey, hər birinizi salamlayıram. Birbaşa oyun barəsində özü də gördünüz ki, komandamız çox saylı epizodlarla üstünlük təşkil edirdi oyunda. Demək olar ki, 90 dəqiqə üstünlüyümüz şəraitində keçdi. İstəyir qırmızı vərəqə aldıqdan öncə, istəyir sonra. Özü də gördünüz ki, 4-5 top fərqi ilə udlası oyunu bərabərə qaldıq. Sonuncu 5-6 dəqiqəni hansı ki Şamaxı komandası fərqləndi və oyunu bərabərə qaldıq. Böyük üstünlük bizim tərəfimizdə idi. Təəssüflər olsun ki, bu oyunda 2 xal itirdik. Sonra özü də futbolçu olmuşsan, elə epizod olmamağın izahı nədir? Bir dördü, bir neçə epizod. Bu futboldur da, yəni çox istəyirdi. Papı da özü görürüz, Papın 3-4 momenti, Davidin, İsa'nın, bir çox futbolçularımızın futboldur. Yəni olur da bu. Çox istəyirdi. Papı da yəni bugünkü oyuna çox köklənmişdi, yaxşı başladı da. Yaxşı motivasiyalı idi. Sadəcə olaraq momentlər getmədi. Yəni 3-4 moment elə Papının oldu, Davidin oldu. Yəni futboldur, olur da bu. Sağ olun. Hazır Türkcə də baxıram. 3 xal artıq Neftçi ilə gəlir. Bu durumda biraz da üstünə qoyaraq, yəni təzyiq komandada artacaq mı sizə psixoloji durumu daha da yaxşılaşdırmağa ehtiyac varmı? Yəni belə deyim, biz onsuz da hər oyuna oyun hazırlaşırıq. Hər oyuna belə deyim də maksimum köklənirik ki, yəni oyun xallarımızı qazanaq. Yuxarı pillələrdə yerimizi tutaq. Yenə deyirəm, bu futboldur, hər şey ola bilər. İstər kubok oyunları olsun, istər çempionat oyunu olsun, biz üçün fərqi yoxdur. Hər oyuna demək olar ki, maksimum hazırlaşıb çıxırıq oyunlara. Penaltidə belə qismət oldu, son vaxtda deyilən Roman oldu. Bu artıq belə qərar verildi. Komanda ilə penalti vuranları qismət və Ruandır. Bu son vaxtlar dediyiniz kimi Ruan vururdu. Yenə də Ruan yaxınlaşdı. Yəni penaltidə yenə özünüz də bilirsiniz də, yəni bu lotereyadır. Yəni vura da bilər, vurmaya da bilər. Elə oldu ki, yəni bu gün elə idi ki, elə günü idi ki, bu gün biz üçün ki, yəni həm momentlər getmədi, həm də 11-i vura bilmədik. Demək olar bu gün elə bir ki, bizim günümüz deyildi. Dediyim kimi 2 xal itirdik. Düzdür, hər də şans var, yəni 4-cü kimi çempionatda, amma zirə həm də kubokla mübarizə aparırdı və cavab oyununda evdə Tovuzda onun 2 top fərqlə başladı verdi. Ola bilərmi? Yəni finalda axırda orada da zirə qələbə qazana bilər. Yəni kubokla komanda daha çox köklənib çempionata ikinci bir şans kimi baxsın. Yox, deməzdim, biz dediyim kimi hər oyuna, istəyir çempionat oyunu olsun, istəyir kubok oyunu olsun, oyun hazırlaşırıq və çalışırıq maksimum nəticə qazanaq. Yəni dediyim kimi futboldur. İndi kubokda da 4 komanda arasında qalmışıq. Çempionatda da yenə 4-lük deyik. Çalışacağıq ki, maksimum yaxşı yerləri özümüzə təmin edək.